Salam, axşamınız xeyir olsun, hörmətli iştirakçılar. Yeni bir təlimlə yenə sizlərlə birlikdəyik. Bugünkü təlimimizin mövzusu təhsildə empatiya, şagirdləri və tələbələri anlama gücü. İndi isə sözü təlimçimizə vermək istəyirəm. Təlimçimiz Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, Xanı Akademiyasının təsisçisi, ingilis dili müəllimi Xanı Abışova. Buyurun. Herkese salam, akşamınız xeyir olsun. İnşallah ki gününüz xoş gününüz keyifli geçmiştir. Öncelikle Qanunlar Dəvətiniz üçün təşəkkürümü bildirirəm. Çox sağ olun. Və icazənizlə isə özümü qısa şəkildə təqdim etmək istəyirəm. Sonrası mövzuna başlamaq istəyirəm. Bəli, Leyla xanım uzadığım üçün mən Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı İngilis Evet, dili orada müəllimi. bak kesiymiş çörek anamın için gayret gelmeyin mesela. Zəhmət olmasa səsləri alaq. Çağrı Yusuf Teşekkür ederim. Ben Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı İngilis dili müəllimi və Altınbaş Universitetinin uzmanlıq sertifikatıyla Dövlət İmtahan Mərkəzində işləmə görəvli müvəqqəti şəkildə yenilik verdiyimə görə rəsmi sertifikatları rəhbərlik tərəfindən verildiyi tərtib olunmuşam və Xana Akademiyinin təsisçisi Xana Abuşova. Hörmətli konfrans iştirakçılarımız, bizim bugünkü mövzumuz isə təhsildə empatiya olacaq, yəni şagird və yaxud da ki, tələbələri anlamağın gücü. Zəhmət olmasa paylaşa bilərikmi? Aha, paylaşıram. Bir dəqiqə. Bunu vurgulamaq istəyirəm ki, empatiya bizim üçün sadəcə emosional anlayış deyildir. Bu müəllimin peşəkar bacarığıdır. Və empatiya nədir deyəndə isə empatiya xanımın slayda başlayanda görəcəksiniz. Bir sistemini slayda başlasın və bir dəfə mən vurgulayanda rahat şəkildə görə bilərsiniz. Görünür. Hər kəs görür. Bəli, görsənir. Biraz istəyirsə yaxından. Siz telefondan qatılırsınız da ki, ona görə amma məndə yaxındır. Tamamdır. İstəyirsiniz. O bir sənə Necə? Empatiya nədir? Olan hissiyatlar nədir? Bəli. Deməli, burada da göründüyü kimi empatiya nədir? Empatiya əslində qarşı tərəfin hisslərini anlamaq, özünü onun yerində qoymaq, bilmək və həqiqətində başa düşməkdir. Qarşı tərəfin hisslərini anlamaq deyəndə isə empatiyanın əsasında, yəni digər insanın daxili dünyasını hiss etmək, onun hisslərini özünüzləşdirərək dayanır. Özünü onun yerində qoymaqda isə bu sadəcə başa düşmək deyil. Həm də ki, bir anlıq özünü şagirdin və yaxud da ki, tələbənin, ümumiyyətlə insanların çətinlikləri, qorxuları və arzularında eyniləşdirməkdir. Dinləmək və həqiqətən başa düşmək deyəndə isə aktiv dinləmək, şagirdin söylədiklərini diqqətlə eşitmək və onun dediklərinin arxasındakı səbəbləri və hissləri isə dərk etməkdir. Empatiya yalnız eşitmək deyildir. Bu həmçinin şagirdin baxış bucağından dünyaya baxmaq, onun hisslərində başa düşməkdir. Zəhmət olmasa, növbətini keçərdik. Və başlıq olaraq isə burada qeyd etmişəm ki, təhsildə empatiya niyə vacibdir? İlk öncə isə burada daxildə güvən mühiti yaradır, motivasiyanı artırır, davranış problemlərini azaldır, akademik nəticələri isə gücləndirir. Güvən mühiti yaradır deyəndə isə, yəni empatiyalı müəllim şagirdlərin özlərini təhlükəsiz və dəyərli hiss etmələrini kömək edir. Bu da təbii ki, güclü təhsil əlaqələrinin təməlini qoyur. Motivasiyanı artırır deyəndə isə müəllimin anlaşıqlı münasibəti şagirdlərdə öyrənməyə qarşı marağı və həvəsi artırır, onları daha aktiv iştirak etməyə ruhlandırır. Davranış problemlərini azaldır, təbii ki, şagirdin ehtiyaclarını anlamaq və müəllimə davranış problemlərinin köklü səbəblərini müəyyən etməyə və onlara daha effektiv cavab verməyə kömək edir. Akademik nəticələri təbii ki, gücləndirir, çünki güvən və motivasiyalı dolu bir mühit şagirdlərin akademik göstəricilərinə müsbət təsir edir, onları daha yaxşı nəticələr əldə etməsinə şərait yaradır. Və empatiya olan zaman isə təbii ki, şagird özünü təhlükəsiz hiss edir və öyrənməyə daha asılı olur. Bu, həm onun davranışına, həm də ki, akademik göstəricilərinə isə daha da yaxşı təsir edə bilir. Növbəti zəhmət olmasın. Empatiyalı müəllimin gücü.
Empatiyalı müəllim şagirdlərin akademik və emosional inkişafında yəni əvəzi rol oynaya bilirlər. Onlar sadəcə bilik ötürməklə kifayətlənmirlər, həm də ki, şagirdlərin həyatında müsbət dəyişikliklərə səbəb olan güclü dəstəkçi olurlar. Və empatiyalı müəllim dediyim kimi yalnız bilik ötürən deyil, həm də ki, şagirdin potensialını üzə çıxara bilən lider. Sonra isə empatiyanın real təsiri haqqında danışmaq istəyirəm. Və empatiya təhsil mühitində dərin və müsbət dəyişikliklərə yol açır, şagirdlərin fərdi inkişafına və bacarıqlarına təşan verir. Bura isə şagird səhvdən qorxmur, özünü ifadə edir, münasibətlər güclənir, potensial isə artırılır. Şagird səhvdən qorxmur deyəndə isə bura əsasən daxildir. Yəni empatiyalı mühitdə səhvlər öyrənmə prosesinin bir hissəsi kimi qəbul edilir. Bu da şagirdlərin sınaqdan keçirməyə və risk etməyə cəsarətlənməsinə səbəb olur. Özünü ifadə edir hissəyə isə şagirdlər öz fikirlərini, hisslərini, rahatlıqlarını, yəni belə deyim də, narahatlıqlarını əlbəttə ki, sərbəst şəkildə özlərini ifadə edə bilirlər. Çünki anlaşıqlı bir dinləyici olduğunu bilirlər və münasibətlər burada güclənir. Çünki müəllim və şagird arasında qarşılıqlı hörmət və anlaşmaya əsaslanan daha dərin əlaqələr yaranır və potensial açılır. Buraya isə daxildir ki, hər bir şagirdin güclü istedadları və potensialı üzə çıxır. Çünki insanlar belə deyim, ümumiyyətlə özlərinə inam hiss edirlər və dəstəkləndiklərini bilirlər. Və empatiyalı, belə deyim, empatiya nəticələri yəni dəyişir. Çünki o həm də yəni insanı dəyişir, hər bir şagirdin potensialı açılır və münasibətlər təbii ki də güclənir. İndi isə empatiyanın tətbiqi haqqında danışmaq istəyirəm. Empatiya təkcə bir hiss deyildir, həm də ki, o aktiv şəkildə tətbiq edilə bilən bir bacarıqdır. Və empatiyalı münasibəti belə deyim, empatiyalı münasibəti sinif otağında necə inkişaf etdirə bilərik? Burada təbii ki də müşahidə bacarıqları, empatiya xəritəsi, rol oyunları və daimi geri bildirim daxildir. Müşahidə bacarıqları deyəndə isə şagirdlərin bədən dilinə, ifadələrinə və davranışlarına diqqət yetirmək onların daxili vəziyyəti haqqında ipuçları verir. Empatiya xəritəsinə isə daxildir ki, şagirdin nə düşündüyünü, hiss etdiyini, gördüyünü və eşitdiyini vizuallaşdıraraq onun dünya görüşünü anlayır. Rol oyunlarını isə şagirdlər və ya müəllimlər rol oyunları vasitəsilə fərqli perspektivləri təcrübədən keçirmək daxildir. Daimi geri bildirimdə isə şagirdlərlə açıq ünsiyyət quraraq onların ehtiyacları və hissləri haqqında birbaşa məlumat toplamaq. Növbəti vurğulayacağım isə gələcəyin təhsili empatiyadadır. Təbii ki də təhsildə empatiya yalnız belə deyim, fərdlər üçün deyil, bütövlükdə cəmiyyət üçün də əhəmiyyətlidir. Çünki empatiyalı yetişən insanlar daha tolerant, daha məsuliyyətli və uğurlu fərdlər olacaqlar. Çünki elə burada bayaq da vurğuladığım kimi fərdi inkişaf, müvəffəqiyyətli münasibətlər, dayanıqlı cəmiyyət daxildir və empatiyanı təhsilin hər pilləsinə daxil etməklə biz gələcəyə daha parlaqlı bir zəmin hazırlaya bilərik. Növbətə vurğulayacağım isə empatiyalı təhsil üçün növbəti addımlar olacaqdır. Təbii ki də təhsildə empatiyanı davamlı olaraq inkişaf etdirmək üçün müəllimlər, idarəçilər və valideynlərlə birgə çalışılmalıdır. Bu sadəcə isə bir vəzifə deyildir və davamlı bir belə deyim, öhdəlikdir. Və daimi təlimlərdir, açıq ünsiyyətdir, birgə fəaliyyətlərdir, empatiyalı təhsil üçün daha da yaxşı olacaqdır və ayrılmaz hissəsinə çevrilə bilər. İndi isə dəyərli konfrans iştirakçılarımız üçün belə bir sualım olacaqdır. Son dəfə bir şagirdi və yaxud tələbəni, ümumiyyətlə bir insanı həqiqətən anlamaq üçün nə qədər vaxt ayırmışsınız? Sizin də dəyərli fikirlərinizi almaq çox xoş olar. Diqqətiniz üçün təşəkkür edirəm. Mən birinci üçün də minnətdaram. Sualınızı zəhmət olmasa bir daha verin, mən bağlayayım ekran. Var mı? Zəhmət olmasa. Dəyərli konfrans iştirakçılarımız üçün belə bir sualım oldu ki, son dəfə bir insanı həqiqətən də anlamaq üçün nə qədər vaxt ayırmışsınız? Hər birinizə minnətdaram mən dinlədiyiniz üçün. Biz təşəkkür edirik. Qatıldığınız üçün. Hər birimiz üçün ilham verici olmuşdur. Və inanıram ki, empatiyalı dəyişən yeni təhsil üçün birlikdə çalışsaq, o zaman gələcəyimizdə daha da yaxşı olar, daha da müsbət məsələlər əldə edə bilərik inşallah. İnşallah. Kimsə suala cavab vermək istəyirsə, buyursun, səsini açıb danışa bilər. Sizin dəyərli fikirlərinizi almaq çox xoş olar. Fikir bildirmək istəyən, sözü olan
istəyirsə buyursun. Nasıl bilməliyəm bu qədər də ola bilər. Biz sizə bununla bağlı müraciət edənlər olurmu? Yəni bu şagirdlərlə. Yaxın mənim qalıb. Bəli, bəli. Bunu yəni ki, bu savunmama cavabı Bəli. deyirsən. Bəli. Təbii ki də, yəni ki, belə deyim, bəzi tələbələrim deyir ki, mən indi özlərinin yəni diyaloqunu belə deyim, deyə görüşünə əsaslanır. Deyirlər ki, mən yox, o tələbənin məsələn anlamaq, mən əgər müəllim olsaydım, indi tələbənin fikri ilə yanaşıram. Deyir ki, mən müəllim olsaydım, biz tələbəni anlamalısın, deyərdim ki, sən git dərs oxu, belə elə, belə falan. Amma ki, mən bu mövqedən yanaşıram ki, təbii ki də tələbəni ümumiyyətlə bir insanı anlamaq çox vacibdir. Yəni gərək insan özünü onun yerinə qoymağı bacarmalıdır. Çünki insan əgər özünü onun qoyursa, onda o zaman yəni, işlər yolunda gedəcəkdir, hər şey yerli yerində olacaqdır. Mən belə düşünürəm. Təbii ki də hər kəsin fikrini hörmətlə yanaşıram. Yəni hər kəsin fikirləri fərqli ola bilər, fərqli yeni xarakterlərimiz ola bilər. Amma ki, mənə görə yəni, insan özünə başqasının yerinə müddət qoymalıdır. Çünki biz tapşırıq verən insana, çox tapşırıq yükləyən insana onu biz bilə bilmərik ki, o hansı vəziyyətdə olub ki, onu yerinə yetirə bilməyib. Biz bir müəllim olaraq öz vəzifəmizi yerinə yetirərək deyə bilərik ki, sən bunu niyə yerinə yetirməmisən, və yaxud da nəsə olub ki, yerinə yetirməmisən, biz də yenə bu suallarımızı verə bilərik. Amma yenə də mən heç vaxt yəni sırası düzdür. Mən bir müəlliməm, amma bir müəllim olaraq heç vaxt demirəm ki, uşağa deyəm ki, məsələn, tapşırıqlar hazırda tələbəmiz deyir ki, müəllim edə bilməmişəm, amma sözü deməmişəm, sən düşünmüşəm ki, sən niyə etməmişsən belə. Yəni, o dəqiqə özümü onun yerinə qoyaraq, yəni bu sualı özümə verərək işləncə ki, artıq ki, məsələn, o deyir, şərait olmuyor, yəni o vəziyyət olmayıb ki, onu yerinə yetirməyibsə, o da məsələn istəyib ki, bunu yerinə yetirsin, yəni başa düşməyib, çəkinir, utanır, çünki tələbədən tələbəyə də dəyişə bilir. Yəni, onun üçün tələbə içərisində özünü tam şəkildə ifadə edə bilmir, utandığını deyə bilmir, istəyir ki, özünü belə hazırlıqla yəni göstərsin, yəni mən başa düşmüşəm, amma ki, vaxtım olmayıb. Belə amma ki, görürsən ki, bu həqiqət deyildir. Onu gərək qırağa çəkib də soruşmaq lazımdır ki, sən məsələn belə başa düşməmsən, yerinə yetirməlisən bu tapşırığı. Amma o, yəni, uşaqların içərisində, çünki əgər o özünü demirsə, bunu uşaqların içərisində bildirmirsə, təbii ki də o qıraqda soruşulması daha məsləhətlidir deyə düşünürəm. Yəni, orada onu utandırmaq lazım deyil. Bəs olubmu ki, müəllimə, məsələn, mövzumuzun adı belədir, şagirdləri və tələbələri anlama gücü. Yəni, olubmu ki, siz empatiya qurmağa çalışmısınız, amma qarşı tərəf, yəni tələbə şagird sizi anlamaqda çətinlik çəkib. Yəni, şagird əsasən tələbələr. Əsasən tələbələrmi? Əslində elə bir tələbə ilə qarşılaşmamışam. Həmişə yəni belə deyim, içində olmuşam ki, yaxşı insanlarla bu həyatda qarşılaşmışam, yaxşı tələbələrlə, məni anlayan tələbələrlə qarşılaşmışam. Mən onları anladığım üçün onlar da məni anlayıblar. Onlar da mənim şagird dediyim fikri çox gözəl şəkildə başa düşüblər, hörmətlə yanaşıblar. Hər hansı bir tələbə olmayıb ki, desin ki, siz bunu məsələn də bu niyyətlə dediniz və yaxud da çünki mən həmişə sözlərimin incə şəkildə seçim olmuşam, diqqətlə seçim olmuşam. Hər bir tələbəyə fərdi olaraq özəl yanaşmışam ki, bu tələbə ilə belə danışmaq lazımdır, o tələbə ilə belə danışmaq lazımdır. Çünki bildiyimiz kimi hər bir insanın xarakteri fərqlidir. Təbii ki də, necə ki bir müəllimin xarakteri, metodu fərqli olduğu kimi, hər tələbənin də xarakteri fərqlidir. Bəli. Yəni, bu cəhətdən hər bir insana fərdi yanaşılmalıdır. Ona görə də o sərhədi qorumuşam, yəni o hörmət belə deyim, belə qorumuşam. O cəhətdən mənə yəni anlamayan bir tələbə olmalıdır. Amma ki, indi işdir, bir məsələn belə mən tövsiyə bildirərəm ki, hər hansı bir tələbə sizi anlamırsa, onu təbii ki də səbirlə yanaşmaq lazımdır. Çünki bizdən yəni müəllim üçün önəmli olan cəhətlərdən biri də yəni səbirli olmasıdır. Biz müəllimlər dözməliyik, səbr etməliyik. Yəni çünki yəni uşaq da tələbə yeniyetmədir. Yəni onun görüşü belə deyək də, təcrübəsi belə qədərdir ki, o tam bunu anlaya bilmir, dərk edə bilmir. Biz onun mahiyyətini açmalıyıq, izah etməliyik ki, yəni bu niyə bu dərəcədə doğrudur, mən niyə bu sözünü belə dedim. O sözü izah etdikdən sonra o tələbəyə tam çata bilər.
izahını verdikdən sonra böyle tam tapa bilər. Çünki elə tərəfə olur ki, umudlu olmur, o əhval-ruhiyyədə olmur, onu tam dərk edə bilmir. Bu cəhətdən də onun səbəbi tam izah olunmur ki, tələbə onu tam başa düşə bilsin. Başqa sualı olan varsa müəlliməmizə ünvanlaya bilər və ya çıxış etmək istəyən varsa buyursun. Amma bəli, sualın barəsində verdiyim sual barəsində bilmək istəyən Sual, olsa, müəlliməmiz sual verdi. Şəfa xanım, xoş gəlmisiniz. Tamam, akşamınız xeyir olsun, xoş gördük. Axşamınız xeyir. Necəsiz? Şükür, yaxşı olsun, rəhmətlə. Sağ olun, yaxşı olun. Anjela Bağırov, Anjela müəllimə, xoş gəlmisiniz siz də. Onda sözü olan yoxdursa, Axşamınız xeyir. axşam Sağ olun. xeyir. Necəsiz müəllimə? Çox sağ olun. Siz necəsiz Sağ Leyla olun, xanım? yaxşıyam. Xoş oldu sizi görmək burada da. Çox sağ olun. Başqa sözü olan, sualı olan yoxdursa, biz o zaman yekunlaşdıraq. Xanım, başqa sözünüz sizin varmı, son sözünüz? Bayez bir sözüm yox, təşəkkür edirəm. Bayaq da elə bildirmişdim ki, konferansımız başlayanda dəvətimizdən minnətdaram. Dəyərli konferans şərhlərimizlə də bugün birlikdə olmaq çox xoş oldu, çox məmnunluq oldu. Həqiqətən də sizinlə vaxt keçirmək, dəyərli konferans şərhlərimizlə də vaxt keçirməkdən çox məmnunluq duydum. Çox sağ olun, dəvətimizi qəbul etdiyiniz üçün biz də təşəkkür edirik. Mən sertifikat üçün ad soyadı yazıram, ora zəhmət olmasa nömrə yazacağam. E, Salam, axşamınız xeyir. Salam, Xeyla xanım, axşamınız xeyir. Mən müəllimənin verdiyi sualla bağlı cavab vermək istirdim. Buyurun. Əslində sualı, daha doğrusu cavab vermək yox, belə deyim. İlk öncə, yəni ki, çox sağ olsun məlumatlandırdığı üçün, həqiqətən də yəni ki, şagirdlərlə bağlı motivasiya vermək, onları yəni dərsə ruhlandırmaq hər bir müəllimə üçün yəni vacibdir. Mənim ixtisasım əslində mən bağça müəlliməsiyəm, daha çox yəni körpələrlə işləyirəm. Bizdə empatiya qurmaq daha çox olur. Yəni ki, çünki onlar hər biri daha körpədirlər, onlar öz hisslərini bir özə verməkdə daha çətinlik çəkirlər. Amma yəni ki, yuxarı siniflərdə məsələn istəyir övladlarım olsun, istəyir belə müşahidə etdiyim, yəni ki, şagirdlərlə olsun. Həqiqətən də müəllimlə şagird arasında yəni empatiya olduğu zaman, ünsiyyət yaxşı qurulduğu zaman həmin şagirdlər həm mövzunu, həmin dərsi daha yaxşı qavrayırlar, daha çox həvəslə oxuyurlar və onlarda yəni ki, həmin ixtisasa yönəlik daha çox yəni ki, həvəsləri olur. Amma istər-istəməz müəllimə ilə yəni uşaqda anlaşılmamazlıq olanda, yəni bu zaman həmin şagirdin o fən üzrə, o ixtisas üzrə həvəsi də olsa oxumaq istəmir, bir növ soyuyur. Yəni ki, mən bunu çox müşahidə eləmişəm. Ona görə də həqiqətən də, yəni ki, müəllimələrin nə qədər çətin olsa da səbirli davranmaqları, uşaqlarla empatiya qurmaqları, onları anlamağa çalışmaları o uşaqların həyatı üçün də, gələcəyi üçün də yəni mühüm addımlardan biridir. İnşallah ki, yəni ki, şagirdlər də hər zaman xeyirlisi ilə, yəni yaxşı mənada, yəni bir-birlərini başa düşən müəllimə, şagirdlər münasibəti olar inşallah hər zaman müəllim, şagird, tələbə arasında. Çox sağ olun, yəni bu gün üçün, bu təlim üçün. Çox sağ olun siz. Həqiqətən çox gözəl, dəyərli fikirlər idi, çox bəyəndim. Elə mən də onu bayaqdan deyirdim ki, yəni düzdür, Xəyra müəllimimizlə sözümüz eyni layihədə daşıdı. O səbəblə olmaq cəhətdən həm də ki, Xəyra müəllimimiz də çox gözəl şəkildə vurğuladı ki, müəllimi sevmək, müəllimə hörmət etmək, təbii ki də hər bir tələbə yaxud da ki, şagird müəllimini sevərsə, ona qarşı olan hörməti də olacaqdır, ona qarşı güvəni də olacaqdır. Amma ki, mənimlə tərs düşdüsə, onu sevmədisə, Xəyra müəllimin sözünə qüvvət, onun artıq bir də belə olacaqdır. Bir şey də deyim, məsələn, bəzən olur ki, tutalım ki, riyaziyyat müəlliməsidir. Təbii ki, o dərsini keçir, uşaqların yəni ki, səviyyəsinin yüksək olmağını istəyir. Ancaq sinifdə elə uşaqlar var ki, riyaziyyata həvəsi olmur.
Amma o müəllim o uşağı riyaziyyatda məsələn məcbur eləyəndə niyə dərsi oxumamısan, mən bu tapşırığı 5 dəfə izah eləmişəm, 3 dəfə izah eləməmişəm, amma sən bunu cavab vermirsən ya nəysə, bu zaman istər-istəməz o uşaq oxumaq istəsə də bir növ geri çəkilir. Amma müəllim müşahidə zamanı o uşaqla empatiya qursa, yəni ki onu anlamağa çalışsa ki, yəni bunun riyazi fənlərə həvəsi yoxdur. Yəni onu həmin şagirdlə fərdi məsələn ola bilər ki, necə deyim, bağ yaradıb onu sevdiyi fənlər üzrə yönləndirə bilər. Bu uşağın gələcəyi üçün də yəni çox mühüm bir addım olur ki, nəinki yəni ki hər şeydən əlini üzməkdənsə o düşünəcək ki, aha mən riyaziyyatla anlaya bilmirəm, yəni ki qavraya bilmirəm. Ancaq başqa şeyləri daha rahat qavraya bilirəm. Yəni burada yəni ki həqiqətən də şagirdlərin gələcəyi üçün, onların seçimləri üçün yəni müəllimlərin bu davranışı daha necə deyim, onlar üçün mühüm bir addım olur. Tabii ki de. Biz həqiqətən də çox məmnunum. Sizlər vurğulayırsınız. Yəni hər bir müəllim üçün də bu çox önəmli mahiyyə daşıyır ki, empatiyalı olmaq, tələbəni anlamaq. Bəli. Bir şey bunu təsvir olsun ki, hər müəllimə bacarmır, birbaşa Bəli, odaqlanır. bəli, doğru. Yəni birbaşa belə deyim, tələbənin özünü danlamağa başlayır. Amma ki, bu danlamaq da bir yerə qədər olmalıdır. Müəyyən bir çərçivədə olsa, yəni hər şey yerli yerində olsa, onda daha da yaxşı olar hər şey. Çox sağ olun Xeyla xanım. Çox sağ olun siz. Sağ olun. Bizlərlə bölüşdüyünüz üçün minnətdarım. Mən də Çox sağ olun. sualıma belə geniş, ətraflı şəkildə cavab verdiniz, minnətdarım. Çox sağ olun. Sizlər sağ olun ki, yəni sizlərin sayəsində biz də məlumatımızı artırırıq, dünya görüşümüzü artırırıq, məlumatlı oluruq. Çox sağ olun. Siz sağ Sağ olun. olun, Allah. Xanı xanım, çox sağ olun dəvətimizi qəbul etdiyiniz üçün. Dəyərli fikirlərinizi, təcrübələrinizi bizlərlə bölüşdüyünüz üçün. Mənim üçün xoş oldu. İnanıram ki, hər birimiz üçün maraqlı və faydalı bir təlim oldu. Mən təşəkkür ederim. Şimdi həqiqətən də sizinlə birlikdə olmaq və yaxud da bu qadının kimi dəyərli və fantastik şəxslərimizlə də birlikdə olmaq həqiqətən də çox xoşdur. Çox məmnunluq duydum. İnşallah ki, belə təlimləriniz, belə müəllimlərin təlimləriniz bol olsun. Həmişə iştirak edək, faydalanaq. İstər mən təlimci olum, istər başqa bir müəllim təlimci olsun, fərqi yoxdur. Asıl ki, maarifləndirici məlumatlarımız daim bol olsun inşallah. Çox sağ olun, amin. Təşəkkürlər. Sertifikat üçün orada mən qeyd etmişəm nömrə. Kim istəsə WhatsApp nömrəmizə yaza bilər. Sağ olun, gecəniz xeyrə qalsın. İnşallah gələn həftə yeni təlimdə sizlərlə görüşəcəyik. Gecəniz xeyrə qalsın. Sağ olun, gecəniz xeyrə.